Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel mursalin. Nebina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şahli sadri ve yessir li emri ve hlul min lisani yefkahu qawli. Allahumme allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilma ve ba'd. Əziz qardaşlar, Şeyx Abdülaziz Sətixan Hafizahullahın elm tələb eləmək yolunda nişanələr kitabının tədrisinə davam edirik və biz elm tələbəsinin toplumda, cəmiyyət içərisində davranışları barədə danışdıq axırıncı dərsimizdə və oradan 5 dənə, yəni onun etməsi gerəkən əməldən danışdıq. Birincisi nə idi? Nə oldu? Yox, qəlbin salamat olması. Qəlbin salamat olması. İkincisi nə idi? İnsan özünü, yəni elm tələbəsi cəmiyyətdə, toplumda necə aparmalıdır? İkincisi dedik ki, insanların ehtiyaclarını ödəmək məsələsi və buna həris olmaq. Xüsusən də insanların ehtiyaclarını deyəndə burada Şeyx əsas məqsəd nədir? Şəfayətçilik etmək, məsələn bir yerdə insan sözündən və s. dəstək olmaq insanlara. Və üçüncüsü vədə yerinə yetirmək və vədə xilaf çıxmaqdan çəkinmək. Çünki necə ki, Peyğəmbər s.ə.v buyurur ki, münafiqin sifətləri neçədir? Üçdü biri də vəd verəndə vədinə xilaf çıxar. Dördüncüsü, yumuşaqlıq və həlimlik, insanlara yumuşaq davranmaq. Və beşinci də dedik ki, mürüvvətə xələl gətirən əməllərdən çəkinmək. Mürüvvətə, yəni onun belə deyək, heybətini aparacaq, onun mənliyinə xələl gətirəcək məsələn əməllərdən uzaq durmaq. Hətta o əməllər ola bilər ki, əslində haram olmayan əməllər olsun. Haram olmayan əməllər olsun, normalda icazəli əməl olsun. Və yaxud mürüvvətə normalda insanlar etsə onlara pis baxılmaz, amma elm tələbəsi edəndə pis baxılar. Yəni buna da bəzi misallar gətirdik. Yəni ki, məsələn, sələflər, məsələn, kim məsələn miniyin üzərində, dəvənin üzərində əlindən nəsə yeyərdisə, ondan hədis götürməzdilər. Miniyin üzərində yemək haramdırmı? Xeyr. Yəni o dərəcədə məsələn bəzi şeylər ki, bu elm tələbəsinin sifəti deyil deyə məsələn buna diqqət edərlər. Və sonra Şeyx Hafizahullah 6-cı sifət gətirir ki, yəni 6-cı sifət təvazökarlıq. Biz dedik ki, bu yəni ki, elm tələbəsi haqqında olsa da, ümumiyyətlə hər bir müsəlman bu sifətləri özündə qazanmalıdır və toplumda, cəmiyyət içərisində bu sifətləri qazanıb yaşamağa çalışmalıdır. Və 6-cı deyir ki, təvazökarlıqdır. Peyğəmbər s.ə.v təvazökarlıq barədə buyurur ki, mə təvazə əhədun lillah illə rafa'ahullah. Kim Allah üçün təvazökar olarsa, Allah onu ucaldar, Allah onu yüksəldilər. Və şeyx deyir ki, təvazökarlıq Peyğəmbərlərin əxlaqındandır və izzətli olmağın, ucalığın əsas səbəblərindəndir. Təvazökarlığın əksi isə həddi aşmaq və təkəbbürlükdür. Peyğəmbər s.ə.v buyurur ki, İnnəllah əvhə iləyyə ən təvadəu. Allah mənə vəhy etdi ki, yəni sizlərə əmr edim ki, təvazökar olun. Hətta sizdən kimsə başqasının üzərində fəxirlənməsin, öyünməsin, kimsə kimə qarşı həddini aşmasın. Həddi aşmağın əsas səbəbi nədir? İnsanın özündən razı olması kibirdir. Yəni, insan təvazökar olarsa, birinin qarşısında təvazökar olarsa, ona qarşı həddini aşarmı? Xeyr. Həddi aşmağın, zülm etməyin əsas səbəblərindən biri təvazökarlığın adamdan yox olmasıdır. Zülm də təvazökarlıqdan girir, həddi aşmaq da, bütün hamısı kibir, hamısı nədir? Təvazökarlığın aradan qalxmasından irəli gələn pis xüsusiyyətlərdir. İbn Qeyyim Rahimullah buyurur ki, deyir, təvazökarlar qəlbin Allah üçün sındırılmasıdır və rəhmət qənədini insanlar üçün açmaqdır. Və hətta insan elə etiqad etməlidir ki, heç kəsin üzərində onun heç bir fəziləti yoxdur. Və heç kəsin yanında bunun heç bir haqqı yoxdur. Yəni, insan hər bir halda, baxın, subhanallah, nə dərəcəyə çatsan da, sən təvazökarlığı buraxmamalısan. Sələf imamlarının bir dənə sözü yadıma düşdü burada.
sələflərdən biri deyərdi ki, yəni, kim mənə bir hərf öyrədibsə, mən alləməni hərfən fə ənə ləhu abdun. Məşhur bir misaldır sələf imamlarından birinin sözüdür. Kim mənə bir hərf öyrədərsə, mən onun köləsiyəm. Şeyx Abdülmuhsin Abbad hafizəhullah bunu dəfələrlə, subhanallah, yəni belə bir böyük alim, yəni Peyğəmbər sallallahu məscidində, yəni hardan baxsan 40 ilə yaxın dərs vermiş bir alim idi. Universitetdə də 55 il dərs verdi insan. O sözü gətirərdi, o sözə təliq edərdi, əlavə edərdi. Deyərdi ki, sələf alimlərindən biri belə deyib, mən isə deyirəm ki, kim məndən bir hərf öyrənibsə, mən onun köləsi olaram. Kim məndən bir təvazükarlığa baxan sual. Mən kimdən bir hərf öyrənmişəm öz yerində, hətta kim məndən bir hərf öyrənibsə, fə ənə ləhu abdun deyir. Subhanallah, alimin təvazükarlığına baxın, qardaşlar. Yəni, sən məndən öyrənibsənsə, artıq sən mənim qabağımda belə olmalısan, mənim bir sözümü ki, elə bir şey yoxdur, subhanallah. Alimlərin əxlaqına baxın. Təvazükarlıq budur, qardaşlar. Özünü hər hansı bir məqamda görməmək. Mən gələndə altıma stol çəkir, mən mütləq başda oturmalıyam. Bu kimi şeylər, bu elm tələbəsinə, ümumiyyətlə, yəni, insanlara qudva, nümunə olan şəxsə yaraşan sifətlər deyil. Ona görə insan heç zaman təvazükarlığı tərk etməməlidir. Və sonra şeyx gətirir, İbn Həzmdən gətirir ki, mən imtihanə bil-ucbi, kim özündən bəyənməklə imtihan olunarsa, o zaman neynəsin? Öz eyiblərini fikirləşsin. Öz eyibləri haqqında düşünsün. Əgər öz fəzilətləri barədə özündən razılıq onda yaranarsa, o zaman özündə olan pis əxlaqları araşdırmağa başlasın. Nəfsini sındırmaq üçün olan vasitələrdir. Əgər eyibləri ona gizli qalarsa və zənn edərsə ki, onun heç bir eybi yoxdur, o zaman bilsin ki, onun müsibəti həmişəlik bir müsibətdir. Yəni, sən özündən birdən razı qalsın, məndən dəhşətəm, mənim bu qədər fəzilətim var, mən bu fəzilətlər sahibiyəm, mən özündən razılıq gələrsə, o zaman neynəsin? Öz eyibləri barədə fikirləşsin. Eyiblərini tapmasa, o zaman deyir, araşdırsın, deyir. Üzə çıxarda bilməsə, hətta desə ki, ya məndə eyib filan yoxdur ki, bilsin ki, o elə bir müsibətdir ki, ondan qalxmayan bir müsibətdir. Yəni, eyibsiz çünki nədir? İnsan yoxdur. Və sən öz eybini araşdırsan da öz nəfsinə qayıdıb, özünü görə bilmirsənsə, deməli, sən belə bizim deyimlə deyir ki, yazıq olmusan. O gündə sən ki, öz eybini görə bilmirsən. Və buyurur ki, deyir ki, və ənəhu ətəmmun nəsi naqsan. Və o deyir, insanların naqislikdə ən tamam olanıdır. Ən naqis insandır, yəni. Və a'zamuhum uyuban. Və ən eybi, ən əzəmətli olanıdır insanlar arasında. Və bu da deyir, nə deyir? Onda deyir, nəyin əlamətidir? Ağlın zəifliyinin və cəhalətin əlamətidir. Və insanda da bundan şiddətli bu iki eybdən şiddətli eyb yoxdur deyir. Çünki deyir, ağıllı insan deyir, öz nəfsinin eyblərini ayrı edə bilir və ona qalib gəlir. Bu edə bilmirsə, deməli, ağıl yoxdur. Yəni, ağılda zəiflik var. Və cahil də deyir, odur ki, deyir, asla eybin nə olduğunu başa düşə bilmir. Və bu həqiqətən əzəmətli bir sözdür. Sonra getirir Şeyx Muhammed ibn Qasim rahimehullahdan deyir, Abdullah ibn Hanzala iddia elədi ki, ənə Abdullah ibn Sələm mərrə fissuq və aleyhi hizmətun min hatab. Deyir, Abdullah ibn Sələm haqqında getirir ki, Abdullah ibn Sələmi deyib, mən bazarda gördüm, deyir, belində deyir, odun daşıyırdı. İplə bağlayıb odun daşıyırdı. Abdullah ibn Sələm də maddi tərəfdən ehtiyacı olmayan birisi olub. Yəni imkanı, maddiyyəti yaxşı olur. Və buna deyirlər ki, nə üçün sən bunu edirsən? Allah Azza və Cəllə səni varlı etdiyi halda sən bunu niyə edirsən? Gör nə deyir? Bələ, və ləkin aradtu ən uqmi'al kibr. Deyir, bəli, Allah məni varlı etdi, deyir. Lakin özümdə olan kibri də sındırmaq üçün bunu etdim. Özümdə olan kibri sındırmaq üçün. Çünki mən Peyğəmbər sallallahu əleyhi və səlləmdən eşitdim ki, deyir,
Rasulullah sahabə bunu edən kimdir qardaşlar? Sahabədir qardaşlar. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, cənnətə qəlbində xardal böyüklüyündə kibir olan cənnətə girməyəcək. Təkəbbürlü olan cənnətə girməyəcək. Və salaf-ı salihdə təvazökarlıqda böyük bir nümunə olublar qardaşlar. Necə ki bu barədə bəzilərindən gəlir ki, onlardan biri bir kişi Meymun ibn Mehran rahimehullaha, sələf imamlarından olan Meymun ibn Mehrana deyir ki, ey Əbu Əyyub, insanlar Allah səni onların Meymun ibn Mehran da zamanının böyük alimlərindən olubdur, mühəddislərindən olub. Biri deyir ki, ey Meymun ibn Mehran, ey Əbu Əyyub, sən nə qədər ki insanların arasındasan, insanlar xeyir üzərində olacaq. Bunu eşidəndə Meymun ibn Mehran deyir, Subhanallah. Deyir, get öz işinlə məşğul ol, deyir. İnsanlar Rəblərindən qorxduğu sürəcə xeyir üzərində olacaqlar. Mən olduğuma görə deyil. Demək ki, Allah razı olsun, düz deyirsiniz. Mən olduğuma görə insanlar xeyir üzərindədir. Deyir, get işinlə məşğul ol. İnsanlar mənə görə deyil, Rəblərindən, Allahdan qorxduqları sürəcə xeyir üzərində olacaqlar. Baxın, subhanallah, təvazökarlığa baxın alimin. Başqa bir kişi İmam Əhmədin yanına gəlir, ondan bir məsələ barədə soruşur və sonra deyir ki, Allah səni İslam üçün etdiyin əməllərə görə xeyirlə mükafatlandırsın. İmam Əhməd qəzəblənir bu sözlə. Deyir ki, mən kiməm ki, mən İslam üçün nələrsə edəm ki, Allah da ona görə məni İslama görə xeyirlə mükafatlandırar. Əksinə, Allah Azza və Cəllə mənə İslamı bəxş etdiyinə görə Allah Azza və Cəllə Cəzallahul İslamə anni, yəni İslamla mükafatlandırdığı üçün mənə xeyir nəsib eləsin. Baxın. Yəni İslamı verdiyinə görə Allah mənə xeyir nəsib eləsin. Təvazökarlıq elə ki, yəni ki sən olmasan elə çıxır ki, sən varsan deyə, yəni ki İslam dininin, yəni ki dayağı kimi o özünü yəni ki deyir ki, xeyr. Belə deyil yəni. Bunu qəbul etmirlər. Muaz ibn Muaz rahimehullah deyir ki, İbn Avundan, Abdullah ibn Avundan deyir, eşitdim ki deyir, mən deyir Həsən el-Basri'dən deyir daha belə gizli birini deyir tanımıram deyir. Allah'a and olsun ki deyir, yəni onu kimi deyir, yəni təqvada, təvazökarlıqda, imanda birini tanımıram. Həsən el-Basri'ni bilirsiniz, tabi imamlarından. Deyir, bir gün deyir, çox isti bir havada deyir, onun evinə gəldim. Və deyir, evində deyildi deyir. Və deyir, mən deyir, onun yatağında, yəni evində tək yaşayırdı. Və deyir, mən deyir, onun yatağında deyir, yatdım deyir. Və deyir, bir də onda deyir, hiss etdim ki, deyir, o deyir, yelpəklə deyir, məni yelləyir. Evə gəlib, görüb yatıram, isti havada istidir. Böyük bir alim, görüb tələbəsi gəlib, onu gözləyib, yatıb, yuxuya dalıb. Başlayıb yelpəklə onu yelləməyə istidə. Subhanallah. Təvazökarlı alimlərin etdiyi təvazökarlığa baxın. Və sonra şeyxin zikr elədiyi 7-ci sifət bəşəşə və talaqatul vəcih. Gülər üzlü olmaq, təbəssüm etmək və qaş-qabağı sallamaqdan uzaq durmaq. Bu da insanlar arasında, cəmiyyət arasında elm tələbəsinin gərəkdirən sifətlərdəndir. Deyir ki, Səid ibn Zübeyd rahimehullah deyir ki, qarilərdən çox güləndən də xoşum gəlmir və insanlar arasında, yəni o insan ki, mən ona gülər üzlüklə yaxınlaşıram, lakin o mənə qaş-qabaqla yaxınlaşır, ondan da xoşum gəlmir. Elə bir ki, ibadəti ilə mənə neyinir? Mən eləyir, öz ibadəti ilə mənə başıma qalxmaq istəyir. Allah deyir, elələrinin sayını artırmasın. Çünki bu zəhəmlidir. Hamıya qaş-qabaqın, hamıya sifət, yəni bunu zəhəmlidir, dəhşət bir şeydir. Yəni, subhanallah, Peyğəmbər sallallahu əleyhi və səlləm bu əxlaqda olmayıb. Aydınmı? Yəni, bu heybət istəyirsənsə, heybət başqa şeylərlə qazanılır. Bəli, insan heybətini qorumalıdır. Amma bu, qaş-qabaqla qazanılan bir şey deyil. Əgər mən sənə gülər üzlə yaxınlaşıramsa, mənə niyə sifət edirsən? Və bəzi insanlar ibadəti ilə və yaxud əməli ilə insanlara mən eləyir.
Mən yəni elə bir ki, belə başa salım. Yəni mən belə abidə insanam, belə bir abid insanam və yaxud mən elm əhliyə, mən aliməm, mən bu şəkildə olmam lazımdır. Yəni sənlə Rəbbin arasında olan bir ibadətdir. İstər elm öyrətməyin, istər sənin qıldığın namazın, istər tutduğun orucun. Sənlə Rəbbin arasında savabı sənədir. Bunun insanlara nə başına qalxırsan? Niyə buna görə insanlara mənn eləyirsən, əziyyət verirsən? Aydın da mı? Və sonra şeyx gətirir, deyir ki, yəni ki, qaşqabaqlılıq deyir, insanları deyir, uzaqlaşdırmağın ən böyük səbəblərindən biridir. Və əksisə, gülərüzlük isə insanların qəlbini qazanmağın ən əsas səbəblərindən biridir. Buna görə deyir, və bəziləri deyir, elə zənn edirlər ki, deyir, şeyx deyir ki, yəni qaşqabaqlılıq və onun təbəssüm eləməməsi üstünlük sayılır. Və yaxud onun heybətindən sayılır, heybətin səbəblərindən sayılır. Bu deyir, yanlış bir fikirdir. Və əksi də deyir, nədir deyir? Hər sözə qəhqəhə çəkib gülən. Yəni bu şey deyir, yəni bu da deyir insandır, bu da heybəti aşağı salan şeydir. İnsan bu ikisinin arasında orta yolda olmalıdır. Şəriət hər məsələdə necə ki, orta yolu əmr edir, bu məsələdə də orta yolda olmalıdır. İmam Şafi rahimehullah deyir ki, öz tələbəsi Yunus ibn Abdülə'lə rahimehullaha deyir, ey Yunus, insanlar arasında yəni özünü tutub sıxmaq, belə sərt olmaq, bu deyir, ədavəti qazanmağa səbəbdir. Və insanlar arasında özünü buraxmaq, hamı ilə deyib gülmək, hər kəs, bu da deyir, pis yoldaşlar qazanmağa səbəbdir. Çalış deyir, bu iki xislət arasında orta yol tut. Bu iki xislət arasında nədir? Orta yol tut. Və sonra şeyx İmam Zəhəbinin qızıl sözlərlə yazılması gərəkən bir sözünü nəql edir. İmam Zəhəb rahimehullah buyurur ki, məşhur bir abidlər haqqında buyurur ki, ənəhu ləm yadhaq. O heç zaman gülməzdi. Məşhur bir abid haqqında danışır, onun həyatından. Sonra deyir ki, az gülmək, təbəssüm eləmək daha əfsəldir. Baxmayaq ki, abidlərdən bunu edən olub, heç gülməyib. Lakin, və bunun deyir, əksisə deyir, elm əhlindən baş verməsi iki qismə bölünür. Birincisi odur ki, onu kimsə tərk eləyib, ədəb Allahdan qorxduğu üçün, Allah qorxusu çox olduğu üçün, özü nəfsini aşağı gördüyü üçün, hüzün çəkdiyi üçün ki, mənim aqibətim nə olacaq? O baxımından həmişə hüzünlü olub, üzü gülməyib. Bu deyir, fəzilət olar bilər deyir. İkincisi isə deyir, qınanılan bir şeydir ki, o insan deyir, kibirindən qaşqabaqlı olur, heç üzü gülmür, təkəbbürlüyündən edirsə, bu isə deyir, məzəmmət olunan bir sifətdir. Və deyir, eyni zamanda necə ki, deyir, çox gülmək deyir, insanlar onu da aşağı görürlər, çox gülənə deyir, dəyər vermirlər. Eyni zamanda insanda qaşqabaqlı olmaq da deyir, bəyənilmir deyir. Və ehtiyac şək yoxdur ki, deyir, insanın deyir, gülməsi, üzə təvəssül etməsi, yəni icazəlidir. Və Peyğəmbər s.ə.v-in sünnəsindəndir ki, bu əməli Rasulullah s.ə.v-ni adlandırır. Sədəqə adlandırır, təbəssümükə fi vəchi əxikə sadaqa. Qardaşının üzümə təbəssüm etməyin sədəqədir. Cərir radiyallahu anh deyir ki, Cərir bin Abdillah radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və sələm mə rə'əni Rasulullah sallallahu aleyhi və sələm illə təbəssəm. Peyğəmbər sallallahu aleyhi və sələm məni hər görəndə təbəssüm edərdi. Hər görəndə məni təbəssüm edərdi. Subhanallah. Rasulullah sallallahu aleyhi və sələm əxlaqı bu idi. Yəni, İslam əxlaqı, qardaşlar, budur. Və ən üstün məqam da deyir, şeyx buyurur ki, ən üstün məqam deyir, o insan deyir, bəkkəən billeyl bəssəmən binnəhər. Ən üstün məqam odur ki, deyir, gecələr gözü yaşlı olub, gündüzlər gülər üz olasan. İnsanlara qarşılaşanda üzün gülür, Rəbbinlə xəlvətdə qalanda isə gözü yaşlı olursa. Təbii, ən üstün məqamdır, deyir, budur. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, siz insanlara deyir, mallarınızla onların deyir, yəni mallarınızla onları ələ ala bilməzsiniz. Ona görə deyir, siz deyir, onlara deyir, gülər üzlüklə deyir, onları qarşılayın deyir. Gülər üzlüklə onları, yəni dəvət edin və yəni əxlaqın, gülər üzlüyün həqiqətən
böyük bir faydası var. Şeyx sonra buyurur ki, burada bir məsələyə diqqət etməmiz lazım. O da odur ki, kim ki deyir, çox gülürsə, deyir, o insan deyir, bu əməlini tərk etsin. Hətta o vəziyyətə çalsın ki, insanlar onu pis zənn etməsin. Yəni ki, deməsin ki, bu nədir, hər kəlməyə gülür. Yerli, yersiz gülür və insan deyir, özünü də deyir, bu məsələdə ədəbləndirməyə çalışsın. İmam Zəhəbinin sözü burada bitirir. Sonra Şeyxülislam İbn Teymiyyə rahimehullahın bir sözünü getirdiyi ki, kişiyə müstəhəbdir ki, deyir, qəlbləri birləşdirmək üçün bəzi müstəhəbləri tərk eləsin. Çünki təlif məsələsi, qəlbləri birləşdirmək, üzə gülməklədən nə məqsəd daşıyır? İnsanların qəlbini ələ almaq, insanların sevgisini qazanmaq. Və ona görə hətta deyir, bu yolda insan deyir, bəzi müstəhəbləri tərk etməsi deyir, özü müstəhəb əməldir. Çünki deyir, qəlbləri birləşdirməkdə olan məsləhət insanın başqa feilləri etməsində olan məsləhətdən daha böyükdür. Necə ki, məsələn, Peyğəmbər sallallahu aleyhi ve sellem Kəbənin tikiliş formasını dəyişmədi. Tərk etdi. Bilirsiniz, hədisi, məşhur hədisi bilirsiniz. Məkkənin fəthində Rasulullah sallallahu aleyhi ve sellem Ayşə anamıza deyir ki, ey Ayşə, sənin qövmün deyir, dində təzə olmasaydı, Kəbəni uçurub İbrahimin qaydaları üzərində inşa edərdim. İbrahim aleyhissalamın qaydaları üzərində inşa edərdim. Rasulullah sallallahu aleyhi ve sellem Məkkəni fəth edib. Artıq şəhər onun əlindədir. Və insanlar dəstə-dəstə, hətta Məkkəlilər və İslamı qəbul elədi. Müsəlmandılar. Məkkəlilər də artıq qəbul edib. Peyğəmbər sallallahu aleyhi ve sellem heç bir şey etmir. Rasulullah sallallahu aleyhi ve sellem bununla belə nə edir, qardaşlar? Kəbəni uçurub o şəkildə tikmək istəmir. Kəbə hansı formada tikilmişdi? İbrahim aleyhissalam necə tikmişdi? Kəbəni 2 qapılı tikmişdi İbrahim aleyhissalam. Və qapısı yerdən idi. Rasulullah sallallahu aleyhi ve sellem Ayşəyə deyir ki, Ayşə anamıza deyir ki, sənin qövmünün, yəni Məkkəlilərin zalimları deyir, bunu bu şəkildə gətirdi. İndi Kəbənin halını bilirsiniz. Yəni, hündürdən bir qapısı var. Və bunu da onun üçün etdilər ki, yalnız hörmətli adamlar, nadir şəxslər girsin. Amma qədimdə 2 qapısı var idi. Bu qapıdan girdin, hər kəs girə bilirdi onlar. Bu qapıdan girirdin, o bu qapıdan çıxırdın. Hər kəs də Kəbənin içinə girib, gür-gür namaz qıla bilirdi. Rasulullah sallallahu aleyhi ve sellem nə deyir? Deyir, sənin qövmünün dində yeni olmasaydı, Kəbəni uçurub İbrahim aleyhissalamın qaydaları üzərində tikərdim. Amma Rasulullah sallallahu aleyhi ve sellem ondan ehtiyat elədi, tikmədi. Və bundan sonra Abdullah bin Zübeyir radiyallahu anh'ın xilafəti zamanında, Məkkədəki əmirliyi zamanında, Əməvilər savaşı dönəmində həmin hədisi Ayşə anamızdan soruşur. Ayşə radiyallahu anh onun xalası idi, doğmaca xalası idi. Soruşur, Ayşə radiyallahu anh'a Abdullah bin Zübeyir radiyallahu anh'a həmin hədisi danışır. Ondan sonra Kəbəni uçurdur, Abdullah bin Zübeyir radiyallahu anh. Kəbəni uçurdur, İbrahim aleyhissalamın qaydaları üzərində tikir. Və sonra savaşın sonunda Həccac Kəbəni tutur, məğlub edilir, Abdullah bin Zübeyir radiyallahu anh öldürür, başını kəsir, onu Şama göndərir, cəsədini Kəbənin divarından asır bir müddət. Yəni o məşhur tarixi, yəni tarixdə hüzünlü bir tarixi günlərdir. O günlər İslam tarixində Hüseyin radiyallahu anh şəhadətindən sonra ikinci baş vermiş ən böyük fitnə, ən dəhşətli hadisələrdən sayılır. Sonra Həccac Kəbəni bir də uçurdurur. Nədir? Abdullah bin Zübeyir tikib deyə uçurdur, təkrar Qureyşlilərin tikdiyi formaya qaytarır indiki vəziyyətinə. Sonra Abbasi xəlifəsi hakimiyyətə, səhv eləmirəmsə Abu Cəfər Mansur olur, hakimiyyətə gələndə alimləri yığır, həmin hədisi soruşub, deyir, mən təkrar Kəbəni İbrahim aleyhissalamın qaydaları üzərinə qaytarmaq istəyirəm, alimlər icazə vermir. Deyir, Kəbəni hakimlərin əlində oyuncağa çevirməyin. Heç nə olmaz. O daha əfzəl formadır. Amma olmasa da belə, qoy belə qalsın. Çünki sən bugünkü gün varsan, səndən sonra səni qəzəblənən, səni sevməyən bir hakim gələcək, uçurub, təkrar belə düzəltəcək. Sən sonra onu sevməyən başqası gəlib, uçurub, Kəbəni oyuncaq etməyin deyir.
və ona alimlər icazə vermir, o da dayanır. Ona görə o gündən bu günə həmin formada qalıbdır. Şahid olan yeri nədir qardaşlar buradan? Peyğəmbər sallallahu əleyhi və səlləm deməsi ki, ey Ayşə, sənin qövmünün dində yeni olmasaydı, mən Kəbəni İbrahim əleyhissalamın qaydaları üzərində tikdiyi formada tikərdim. Həmçinin İbn Məsud radiyallahu anhu, yəni burada məqsəd nə idi, qəlbləri birləşdirin. Həmçinin İbn Məsud radiyallahu anhu Məkkədə nə zaman ki Osman radiyallahu anh xilafəti zamanında Osman radiyallahu anh ictihad edir, lakin ictihadında xəta edir. Osman radiyallahu anh Məkkədə namazı tam qılır. Osman radiyallahu anh haralı idi qardaşlar? Məkkəli idi. Məkkədən Mədinəyə hicrət etmişdi. Şəriətdə də qayda var ki, hicrət etdinsə bir yerdən, o getdi, öz vətənindən getdi, məsələn, başqa bir yerə hicrət niyyəti ilə köçdünsə, oraya təkrar qayıtsan, hətta orada evin də olsa belə səfər qılmalısan. Orada səfər qılmalısan. Çünki oradan hicrət eləmirsən. Hicrət etdiyin yerdə ölənə qədər sən tam qıla bilməzsən. Bu hicrətin qaydaları çoxdur, əhkamları çoxdur. Bu da onlardan biridir. Sadəcə Osman radiyallahu anhu Məkkədən evlənir. Osman radiyallahu anhu Məkkədən evlənir və zənn edir ki, insan evləndiyi yerdə tam qılmalıdır. Artıq bu Məkkəli sayıla bilər və xilafəti zamanında və Məkkədə olanda tam qılır. İbn Məsud radiyallahu anhu onun arxasında tam qılır. Lakin namazdan sonra ona inkar edir. Onun əməlinin xəta olduğunu ona bəyan edir. Öz şəxsi də. Amma nə deyir? Cəmaat deyir ki, niyə qıldın o zaman sən deyir? Deyir, əl-xilaf şər. Çünki xilaf şərdir deyir. Müxalif olmaq şərdir. Düzdür, bunu bəziləri başqa cür başa gəlir. Xilaf şərdir deyib elə hətta hər məsələdə, yəni o məsələlər ki, o fikri məsələlərdir, o məsələlər ki, böyük fitnəyə səbəb olmayacaq məsələlərdir. O məsələlərdə ixtilaf etmirsən, xüsusən hakimin hökmlərinə ixtilaf etmirsən, lakin nəsiyyəti də şəxsi də edə bilirsənsə, ona edirsən. Həmçinin İmam Əhməddən də varid olub ki, Şeyxülislam ibn Teymiyyə deyir ki, İmam Əhməddən gəlir ki, İmam Əhməd deyir ki, liman sallə bi qawmin la yaqnutuna bil vitr və aradu minəl imam əllə yaqnut li tə'lifihim fəqad istəhabbə zəlkə tərkəl afdal. Deyir ki, li tə'lifihim. İmam Əhməd deyir ki, əgər bir imam vitirdə qunut tutan imamdırsa, onun məzhəbinə görə, sənin məzhəbinə görə, sənin nədir? Vitirdə qunut tutursan həmişə il ərzində. Sənin məzhəbinə görə budur. Sən bir topluma namaz qıldırırsan. O toplum da deyir ki, xeyr, bizim məzhəbimizdə vitirdə qunut yoxdur. Səndən qunut tutmanı istəmirik. Müstəhəbdir ki, deyir, o deyir, qunutu tərk eləsin vitirdə. Onlara vitir qıldıranda. Onların qəlbini ələ almaq üçün deyir, hətta öz məzhəbini, ora məsələsini onlara qıldırdığı sürəcə tərk eləsin. Çünki deyir, qəlbləri ələ almaq üçün. Anladın mı? Yəni buna misallar günümüzdə çoxdur. Məsələn, bir toplumda baxırsan ki, çox pis reaksiya, məsələn, barmağı tərpətmək. Görürsən ki, bəziləri, hansı ki, bu əməl müstəhəb əməllərdəndir, sünnə əməllərindən, amma bəzilərini baxırsan ki, gözünə girir. Barmağını tutun deyib, sən Allahın düşmənisən. Səndən o şəkildə davranır. Və məscid əhli sənin üstünə qalxır. Fitnələrə səbəb olur, qaldırma, tərk etmə, etdirmə. Müstəhəb bir əməldir, tərk etməyivə görə sənə günah yazılmır. Amma bilirsən ki, bununla onların qəlblərini ələ ala biləcəksən, tamam, tərk elə müstəhəbi. Yəni, bu hikmətdən olan bir şeylərdir. Və sonra şeyx gətirir 8-ci məsələ, sözün açıq olması gücü yetən qədər, xüsusən də avamlarla danışanda çətin, insanların başa düşməyəcəyi kəlmələr işlətməmək, qərib terminlərdən istifadə etməmək. Çünki bu insanların başa düşməsini çətinləşdirir. Mütləq insan xitab etdiyi bir, danışdığı bir toplumun səviyyəsində danışmalıdır. Onların başa düşəcəyi səviyyədə danışmalıdır. Asma'i rahimehullah deyir ki, Asma'i həm şeirdə, həm də qiraətdə ərəb dilinin böyük alimlərindəndir. Deyir ki, Əbu Ömər ibn Alənin deyir, mən deyir, danışığını qulaq asırdım deyir. O deyir, danışığında mən elə zənn edirdim ki, o deyir, heç nə bilmir deyir. Əbu Ömər ibn Alə də 7 qiraətdən, 10 qiraətdən birinin sahibidir. Ərəb dilində onun sözü hüccətdir.
Desə ki, ərəb dilində bu kəlmə belə yazılır, onun sözü qanundur. Elə bir insanda ərəb dilində. Təsəvvür edirsinizmi? Ərəb dilinin əsli sayılır. Əsli sayılan şəxslərindən biridir. Deyir, o qədər asan dildə danışırdı ki, deyir. Deyir, qulağısında deyirdim ki, bu deyir, deyərdin ki, bu deyir, ərəbcə heç nə bilmir. İnsanların başa düşəcəyi şəkildə. Bizim şeyxlərimizdən də var. Məsələn, deyir ki, Mədənə şeyxlərindən Şeyx Abdurrazaq Hafizəhullah. Dərsində oturursan, hətta qardaşlar gəlirlər, məsələn, Mədinə kitabını, bir dənə, iki dənə kitab keçmiş kitab qardaşlar ümrəyə gəlirlər, həccə gəlirlər. Dərsində oturursan, deyir, qardaş, mən başa düşürəm şeyxi. Yəni, şeyx o qədər asan dildə danışır ki, yəni, ərəbcə müəyyən bir səviyyədə təsir almayan belə, bir-iki kitab keçən belə deyir ki, mən başa düşürəm şeyx nə deyir. Bu da alimin, elm əhlinin yəni, edə biləcəyi ən önəmli məsələlərdəndir ki, onların, yəni, insanların başa düşəcəyi şəkildə asanlaşdırmalıdır. Və buna misallar həmçinin qardaşlar çoxdur. İmam Zahir Rahimullah buyurur ki, yəni, dərinə getmək, dərinləşdirmək, insanlar üçün dərinləşdirmək, bu yanlış bir üsuldur. Və sonra şeyx 9-cu bir sifət gətirir. O da deyir ki, insanlar üçün geniş qəlbli olmaq, onların məsələlərini dinləmək üçün dözmək, onların problemlərini rahatlıqla dinləməyi bacarmaq. Çünki bu da deyir, onlar insanların sevgisini qazandıran səbəblərdəndir. Və bu da onların, bunu edərsənsə, insanlar üçün özünü bir qapı açırsan, hər kəs dərdini sənə söyləyə bilir. Hər kəs sıxıntısını sənə söyləyir. Bunun hamısını rahatçılıqla dinləyirsən. Və belə olarsansa, insanların sevgisini qazanarsan. Sabah da onlara sən nəsiyyət edəndə onlar səndən qəbul edəcəklər. Və elm tələbəsi deyir, bir bulaq kimidir. Elm tələbəsi bir bulaq kimidir. Hər kəs o bulaqdan gəlib su içməlidir. Və o bulağın başından dağınlar. Ona görə elm tələbəsi nəfsini deyir, bu gözəl əxlaqa deyir, hazırlamalıdır. Və insanları özündən uzaqlaşdıran səbəblərdən çəkinməlidir. Və yəni, bezirəm sizdən, yoruluram, əl çəkin başımdan və dağılın, nə istəyirsiniz məndən? Bu, elm tələbəsinin deyir, işlədəcəyi ifadələr olmamalıdır. Bunlardan uzaq olmalıdır. Və sələfimiz deyir, sələflərimiz deyir, insanlara qarşı qəlbini də tam açmış insanlar idilər, deyir. Ona görə də insanlar deyir, onları həqiqətən tələbələri, hətta avamlar belə onları sevirdilər. Amr bin Haris el-Musri deyir ki, كان يخرج من داره فيرى الناس صفوفا يسألونه عن القرآن والحديث والفقه والشعر والعربية والحساب. Və çıxardı evindən çıxanda insanlar səf-səf dayanıb deyir, onu gözləyirdilər deyir. Kimi deyir, Qurandan soruşurdu deyir ona, kimi hədisdən sual verirdi, kimi fiqhdən, kimi şeirdən, kimi ərəb dilindən, kimi hətta riyaziyyatdan belə hamının sualına cavab verərdi. Artıq mənim vaxtım bitdi, mən gedirəm, mən çox sual verməyin, yoruldum, yox. İnsanlara səbrinə, nə qədər insanlar sual verməyə davam edərdi, qəbul edərdi. İmam Malik Rahiməhullah deyir, məscidə gələrdi, həm 5 vaxt namazı qıldırardı, həm cüməni, cənazəni və deyir, xəstələri ziyarət edərdi. Məclislərdə oturardı, insanlar ona başına yığılardı və ondan dinlərini soruşardı. Və şeyx buyurur ki, elm tələbəsinin 10-cu sifəti, deməli, bugün götürdüyümüz sifətdə təvazökarlıq, 6-cı təvazökarlıq dedik. Sonra nə dedik? 7-ci gülərüzlük, 8-incisi sözü açıq, aşkar şəkildə danışmaq, insanların başa düşəcəyi şəkildə danışmaq, 9-cu da insanların problemlərini dinləməyi bacarmaq, onlardan suallarını dinləməyi bacarmaq, onlardan sıxılmamaq, 10-cu da elmi yaymaq, faydaları insanlar arasında yaymaq və hər vaxtda münasib bir şəkildə danışmaq. Və Peyğəmbər sallallahu aleyhi və səlləm sonra şeyx burada bir dənə hədis gətirir. Deyir ki, sən deyir, heç zaman bacardığın qədər əlindən gələni et. Heç zaman yorulma. Elmi yaymaqda yorulma. Ki, mənim dərsimə gələnlər azdır deyə dərsi tərk eləmə. 5 nəfər gəlir, 10 nəfər, 20 nəfər gəlir. Artıq mən bunlara dərs keçməyəcəm, tərk eləmə deyir. Və insan deyir, elm yaymağa həris olmalıdır və bunun üçün çalışmalıdır. Və elm öyrənmək istəyənlər çoxalsa da, azalsa da fərq eləməz. Onun üçün fərq eləməz. Hər bir halda deyir, o əcrini qazanır. Hər bir halda savabını qazanır. Və ola bilsin ki, Allah Azəvə Cəllə az bir insanla
daha böyük, onun əlinə daha böyük xeyri yayar. Aydındır mı? Daha böyük insanlara vəsilə olar. Yəni sələf imamlarından elələri olublar ki, məsələn bizim yəni ki uzağa getmiş, keçən əsrin böyük alimlərindən Şeyx İbn Hüseymin rahimehullahın tələbələri danışırlar ki, bizlərə deyir ki, şeyxin deyir, tələbələrinin sayı çoxalanda artıq saqqalı dönməq idi. Təxminən şeyxin 20, bəlkə də 30 ilə yaxın müddətdə şeyxin tələbələrinin deyir sayı 10 nəfəri keçmirdi. 7, 8 nəfər, 5 nəfər dərsində. Şeyx İbn Hüseymin, Şeyx İbn Hüseymin. Elə bir alimin deyir, hətta elə olurmuş, indi o vaxt bilirsiniz, telefon yox idi, filan yox idi. Sabah namazından sonra şeyxin dərsi var. 1 saat hər kəs bilir. Sabah namazından sonra deyir, şeyxin tələbələri danışır ki, deyir, bəzən deyir, şeyx, məsələn, sən gəlmirsən dərsə, deyirsən ki, ən azından 10 nəfərlikdə 9 qardaş gedəcək, ən azından şeyx dərsi verəcək. O birisi də o şey düşüncədə olur, o birisi də və şeyx gəlir, heç kəs yoxdur dərsdə. Və şeyx oturur, deyir, 1 saatını oturub gözləyərdi məsciddə həmin dərs müddətini. Gözləyərdi, çıxıb gedərdi. Yəni, buna görə siz dərsə gəlməz, artıq bugündən dərslər bitdi, filan yox. Aydın mı? Baxın. Yəni, bəzən olub ki, sələf imamlarından bir neçə nəfər, uzağa getməyin. İmam Əbu Hanifə rahimehullahın tələbələri məhdud sayda tələbələri olubdur, az bir. Amma Allah azə və cələ onun tələbələrin əli ilə ümmətə nuru yaymışdır. Bugünkü gün ən çox məzhəb ətbaları İmam Əbu Hanifə rahimehullahın məzhəbində olanlardır. Səbəb də nədir? İmam Əbu Hanifə deyil onun səbəbkarı. İmam Əbu Hanifə deyil. Onun tələbələridir. Başda Əbu Yusuf rahimehullah olmaqla onun tələbələri yaydı. Tələbələrinin tələbələri yaydı. Ona görə sən fikirləşmə ki, say nə qədər olacaq və s. Necə ki, Fudayl ibn İyad rahimehullahın məşhur sözü var, deyir ki, sən haqq yolda davam elə, səni az say üzməsin, sənə zərər verməz. Və deyir, batil yoldan da deyir, uzaq dur, şeirdir o şeirin tərcüməsi, deyir, batil yollardan da uzaq dur və səni deyir, batil yolda olanların çoxluğu səni aldatmasın. Və bundan, bu danışdıqlarımızdan da ən gözəl, ən xeyirli söz Peyğəmbər sallallahu aleyhi və səlləmin sözüdür, qardaşlar. Rasulullah sallallahu aleyhi və səlləm necə ki, hədisdə, məşhur İbn Abbasın hədisində gəlir, bizim Uqqaş hədisi kimi bildiyimiz hədisdə Rasulullah sallallahu aleyhi və səlləm deyir ki, mən deyir, orada da aliyyəl uməm, mənə ümmətlər göstərildi, fərəeytun nəbiyyə və ma'ahu rahat. Mən elə Peyğəmbər gördüm ki, deyir, qiyamət günü, yəni elə Peyğəmbər gələcək ki, ona deyir, yanında rahat var. Rahat 3-dən 9-a qədər saya deyirlər ərəbcə. Yəni, Peyğəmbər gəlib, ömrü boyu dəvət edib, neçə nəfər hidayət olub? 10 nəfərdən az insan hidayət olub. Və rəeytun nəbiyyə və ma'ahu ar-racul və-r-raculən. Elə Peyğəmbər gördüm, yanında bir kişi, eləsi gördüm, yanında 2 kişi var idi. Və rəeytun nəbiyyə və leysə ma'ahu əhəd. Elə Peyğəmbər gördüm ki, yanında heç kəs yox idi. Yəni, haşa, demək olar mı ki, Peyğəmbər doğru dəvət eləməyib deyə hidayət olmayıblar. Haşa, bu söz küfürdür. Değil mi? Peyğəmbərlər, bütün Peyğəmbərlər Allahın dilini haqqı ilə insanlara çatdırmış insanlardır. İnsanlar iman gətirməyiblər. O Peyğəmbər dəvəti yarada buraxdı, çəkildi mi? Xeyr. Nuh Aleyhisselam haqqında Allah Teala nə deyir Quranda? Fələbisə fihim əlfə sənətin illə 50 amə. Onların içində 1000 ildən 50 il əskik qaldı. Yəni 950 il dəvət edir. Ha, Nuh Aleyhisselamın ömrü deyil 950 il. 950 il onun dəvətinin sürəsidir. 950 il dəvətin qarşılığında başqa ayədə Allah Teala nə buyurur? وَمَا آمَنَ مَعَهُ إِلَّا قَلِيلٌ. Ona deyir, çox az adam iman gətirdi. Baxın, o qədər az idi ki, bir gəmiyə yığacaq qədər idi. Hətta o gəmidə deyək ki, hətta heyvanları belə yığmışdı. Hər heyvanlardan bir cüt və insanlar da o gəmiyə yerləşəcək qədər idi. Çox az insan 950 il dəvət elədi. Dəvəti buraxdı mı ortada? Ya da bezdim. Bunlar qəbul eləmirlər. Buraxdı mı? Xeyr. İnsanlardan bezdi mi? Xeyr. Yoruldu mu bu yolda? Xeyr. Və insan deyir, bundan bezməməlidir. Saya önəm verməməlidir. İmam Avzai rahimehullah buyurur ki, Ata ibn Əbi Rabah rahimehullah deyir, vəfat elədiyi günü deyir,
insanlar yanında yer üzünündür en razı qaldıqları şəxs idi. Yəni Ata ibn Əbi Rabah rahimehullah İbn Abbasın tələbəsi, qardaşlar, tabiin imamlarındandır. O deyir, vəfat elədiyi gündür, insanlar hamı üzüldü, hamı ağlaşırdı. Çünki niyə? İnsan hər kəsin razı qaldığı bir şəxs idi. Deyir ki, وَمَا كَانَ يَشْهَدُ مَجْلِسَهُ إِلَّا تِسَا أَوْ ثَمَانِيَ. Amma deyir, onun dərsinə 8-9-dan artıq adam oturmurdu. Dərsini tərk eləmədi mi? Xeyr. Hətta İbn Abbas radiyallahu anh'a həc məsələlərini deyirdi ki, gedin Ata ibn öz tələbəsindən göndərirdi ki, soruşun. 40 il özü də əsa ilə gəzən olur. Topal olur. Amma o vəziyyətdə ayağında problem olduğunu 40 il o adam həcc edir tamamlı olaraq. Hər il həccə gedir. Və həcci də Peyğəmbər tabinlərin içərisində onu qədər bilən olmur. Deyim, hətta sahabə olan İbn Abbas radiyallahu anh'a varid olub ki, həc məsələlərini ondan soruşmağı tövsiyə edirdi. Tələbəsindən. Amma deyir, dərslərində davamlı olaraq oturan 2 nəfər idi, 8-9 nəfər oturardı. Və deyir ki, ona görə də insan şeytanın bu qapısından çəkinməlidir. Çox insanlarla razılaş şeylə, yəni çox insanların olmasından deyir, o cüb gəlməsin, özünə razılıq gəlməsin. Abdurrahman ibn Mehdi rahimehullah buyurur ki, mən deyir, cümə gün otururdum, insanlar çoxaldığı zaman deyir, sevinirdim deyir dərsimdə. Azaldığı zaman hüzün çəkirdim deyir. Və bu barədə Bişr ibn Mansurdan soruşdum şeyximdən ki, mənə bir xüsusiyyət gəlir. Cümə günü cəmaata dərs verirəm, say çox olanda sevinirəm, azalanda hüzünləşirəm. O mənə deyir ki, o məclis pis bir məclisdir. Şeyxim deyir ki, o pis məclisdir. Bir də o məclisə bir də elə şeyə etmə. Bir də ona qayıtma. Mən bir daha deyir, onu etmədim. O içindəki o xüsusiyyəti nədir? Tərk etdim. Yəni, təlimdə belə insan sadiq olmalı. Və yaxud çox göstərmək üçün, hətta çox deyilsə çox göstərmək üçün insanları gətirib toplamaq ətraf yerlərdən, bölgələrdən ki, gəlin, mənim məclisimdə çox görünsün, bu da ixlasdan deyil. Bəli, insanları dəvət elə, ətrafdan, uzaqdan, yaxından ki, gəlin, faydalanın. Nə qədər çox insan səndən faydalanırsa, daha sonra çox savab qazanarsan, niyyətini bu şəkildə et. Elmim daha çox yayılsın, amma kameralar qarşısına bu qədər insan görünsün deyə etməsi insanın niyyətinə xələl gətirən şeylərdəndir. Yəni, müsəlman, elm tələbəsi bu kimi sifətlərdən uzaq olmalıdır. Sonra gəlir ki, şeyx deyir ki, Bəqi ibn Məxlid rahimuhullahın həyatını barədə gəlir ki, o deyir, hədis elmindən deyir, çox deyir, məşğul olurdu. Bir gün deyir, Əndəlüsə getdi deyir. Əndəlüs, yəni indiki İspaniyaya. Və orada deyir, böyük bir elm yaydı deyir. Həmin yerlər deyir, həmin ərazilər onların yaydığı hədis elmləri ilə nədir? Nurlandı. Hədisi o bölgələrdə o insanlar yaydı. Amma bir şəxsdir. Sən ixlaslı olub, davamlı olaraq nədir? Sadiq ol, elmini yay. Və deyir, şeyx deyir, ən təəccüblü məsələlərdən biri də odur ki, baxın, insana əcaib gələn məsələlərdir ki, Yezid ibn Abdülməlik deyir ki, Yezid ibn Abdülməlik Əməvi xəlifələrindəndir. Araq ibn Məliki deyir, Dəhləkə sürgün elədi. Dəhlək deyir, Yəmənlə Həbəşistan arasında Qırmızı dənizdə bir adadır. Yezid ibn Abdülməlik, Abdülməlik ibn Mərvanın oğlu, Əməvi xəlifəsi, Araq ibn Məliki deyir, o adaya, Dəhlək adasına sürgün elədi. Yəməndən sonra, Yəmənlə Afrika arasında bir dənə adadır. Və deyir, Dəhlək cəmaatı deyir, həmən adada yaşayan insanlar nə deyirdilər? Deyirdilər ki, Allah Yezid ibn Abdülməlikdən razı olsun. Bizdə elə bir kişi insanı göndərdi ki, Allah onun əlinə bizə xeyri öyrətdi. Sürgünə gedir, getdiyi yerdə o adanın hamısına elm verir. Onları nədir? Elmləndirir, onları elm əhlindən eləyir. Subhanallah. Yəni, xeyr əhli bu şəkildə olmalıdır.
Yunus ibn Abdülubeyd rahimehullah deyir ki, mən insanlar içərisində Eyyub Sıxtiyani və Həsən Basri kimi ikinci ümumi cəmaata nəsihət edən birini görmədim deyir. İnsanlara daima nəsihət edən bu ikisini görmədim. Və həmişə onlar nə idi qardaşlar? Yəni elmlərini yaymaq üçün əllərindən gələni edirdi. Və 11-ci sonuncu xüsusiyyətdə nədir qardaşlar? Şeyx deyir ki, insanların xasiyyətlərinə diqqət eləmək və onların adətlərini bilmək. Yəni bu deyir, şərii siyasət deyilir bunu, şərii idarəçilik deyirlər. Elm tələbəsi bunu bilməlidir. İnsanların xasiyyətini, davranışlarını, adətlərini, məsələn, elə bir yerdə, məsələn, elə bir toplumda, elə bir şeylərdən danışarsa, məsələn, deyək ki, o insanlar baxırsan ki, məsələn, dünyavi tərəfdən hansı bir elmə sahibdirlər, yəni özlərini yüksək görürlər, din tərəfindən cahil olsa belə, sən onlara, məsələn, alçaldıcı sözlərlə demək, alçaltmaq elm tələbəsinə yaraşmır. Elm tələbəsi buna diqqət eləməlidir. Onlara bəyan eləməlidir ki, bəli, siz dünya görmüş insanlarsınız. Onlara bu şəkildə yaxınlaşın. Sən dünya görmüş insanlarsınız. Siz dünyavi səvadınız var, dünya həyat təcrübəniz var və siz bizlərə nümunə olmalısınız, ağsaqqal olmalısınız ibadətdə. Siz deməlisiniz bizlərə bu şəkildə yaxınlaşın. Yoxsa siz nə olsun ki, oxumusan sən, nə olsun ki, 2 dənə universitet qutarmısan, sən ki, Allaha ibadət edirsən, sən bir heçsən, deyərsənsə, bu səndən nəsə qəbul edərmi, qardaş? Danışacağın insanlarla onların halını bilməlisən. Əli radiyallahu anh deyir ki, həddisun nəsə bimə yərifun. İnsanların başa düşəcəyi şəkildə onlarla danışın. İstəyirsiniz, Allah və Rasulunu yalan saysınlar. Çünki onların səviyyəsində danışmasan, onlar səni yalanlayarlar. Səndən qəbul etməzlər. Peyğəmbər sallallahu əleyhi və səlləm məsələn səhabələrlə, Mədinəli səhabələrlə elmi bir şəkildə onlara məsələn danışırdı, əhkamları bəyan edirdi. Amma bir bədəvi gələndə bədəviyə nə izah eləyirdi? Onun başa düşəcəyi şəkildə. Bədəvi girir məscidə, görür Peyğəmbər sallallahu əleyhi və səlləm oturub, səhabələr də başına yığılıb, Rasulullah sallallahu əleyhi və səlləm onlarla söhbət edir, onlara dinlərini öyrədir. Gəlir deyir ki, nə donquldaşırsınız? Bu sözü hər başqa birindən, bilən birindən çıxması bu küfürdür. Peyğəmbəri bu şəkildə təhqir etmək küfürdür. Düzdürmü? Rasulullah sallallahu əleyhi və səlləm ona deyir ki, sən Allaha və Rasuluna iman gətirmisənmi? Deyir, bəli, gətirmişəm. Müsəlman olur, amma bədəvidir, çöldən gəlib adam. Deyir, elə biz də onun ətrafında donquldaşırıq. Peyğəmbər sallallahu əleyhi və səlləm hansı ifadəni işlədir? Onun işlətdiyi ifadəni işlədir. Elə biz də həmin onun ətrafında danışırıq deyir. Baxın, subhanallah, Peyğəmbər sallallahu əleyhi və səlləm, yəni onu, sən bu sözü yanlış dedin, bu sözü doğru demədin, hər kəsə başa düşəcəyi şəkildə. Bədəvi gəlir məscidə ehtiyacını ödəyir. Sahabələr bunu görür, qəzəblənirlər ki, bu məscidi təhqir eləmək, alçaltmaq, bunun cəzası ən azı döyülməkdir. Bunun üstünə hücum edəndə Peyğəmbər sallallahu əleyhi və səlləm sahabələrə durun deyir. Qoyun ehtiyacını ödəsin, qutarsın. Çünki həm də qovsan, məscidin hər tərəfini bulayacaq. İndi isə bir yeri bulamış olacaq. Sonra deyir ki, gətin ora, su tökün. Sonra onu çağırır. O da görür ki, hər kəs bunu döymək istəyir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm qoymur. Çağırır yanına, deyir ki, bu məscidlər Allahı zikr etmək, namaz qılmaq, bunun üçün inşa olunur. Yəni, adam bədəvidir, çöldən gəlmiş insandır. Peyğəmbər sallallahu əleyhi və səlləm demir ki, sən yanlış elədin. Bax, məscidə belə etmək olmaz, hətta edəndən sonra. Deyir, bu məscidlər bunun üçün inşa olunur. Çünki insanın halı budur. Bunu bu şəkildə demək lazımdır. Və nə deyir adam? Başa düşür yanlışını. Deyir, Allahım məni bağışla, bir də Muhammədi bağışla. Yəni, bunları bağışlama. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, sən deyir, Allahın geniş rəhmətini daraltmış oldun gülərək. Ona deyir ki, Allahın geniş rəhmətini daraltdın deyir. Aydın mı? Yəni, baxın, subhanallah, əxlaq budur, qardaşlar. İnsan ona görə insanların halındır. Qarşında danışdığın avamdır, dünya savadı var, görüşü var. Nədir? Çobandır, nədir? Kimdir? Hər kəslə, uşaqdır, böyükdür. Hər kəslə öz səviyyəsində danışmağı bacaracaqsın. Allah'tan istəyirəm ki, bizi eşitib faydalanlardan eləsin. Eşidib yaxşına tabi olanlardan eləsin. Subhanakallahum bihamdik, eşidən də elələr, əstəğfurullah və etûbü ileyk.